Uşaqlar, bugünkü dərsimiz Hindistan 19-cu əsr və 20-ci əsrin əvvəllərindəki mövzudur. Ən birinci Böyük Britaniyanın Hindistanı işğal etməsinə baxaq. 18-ci əsrdən etibarən Hindistan işğalına başlayan Böyük Britaniya 19-cu əsrin əvvəllərində bu siyasətini davam etdirərək Maratha Konfederasiyası və Pəncabı ələ keçirdi. 1856-cı ildə asılı olan Aud knyazlığını özünə tabe etdi. Beləliklə Böyük Britaniya Hindistan işğalını tamamilə başa çatdırdı. 19-cu əsrin əvvəllərində Hindistan ərazisinin çoxu Böyük Britaniyanın Osun şirkətinin nəzarətinin altında idi. Böyük Britaniya parlamentinin qərarı ilə Osun şirkətinin rəhbəri Hindistanda bütün İngilis mülklərini idarə edən general qubernator elan edilmişdi. Hindistanda İngilis müstəmləkəçiliyinin mərkəzi isə Kalkutta şəhəri idi. Böyük Moğol dövləti tənəzzülü dövründə müstəqilliyə meyl edən yerli hakimlər, yəni racələr arasında ara müharibələri Hindistan müstəmləkə ölkəsini çevirməsini sürətləndirirdi. Böyük Britaniya hökumətinin Hindistanda müstəmləkə rejimi möhkəmləndirmək üçün racələrin müstəqilliyini formal olaraq aşağı salması lazım gəlirdi. Əsl hakimiyyət isə vergi yığımına öz əlində saxlayan İngilislər Hindistanda bəzi ənənəvi qaydaları saxladılar. Keçmiş hakimlər təqaüd formasında ömürlük vəsaitlər almağa başladılar. Osun şirkətinin yeni mülklər ələ keçirmək üçün İngilis hökumətinin bu şirkətə marağı artırırdı. Lakin Böyük Britaniya hökuməti 1813 və 1833-cü illərdə qəbul olunmuş yeni yazı xartiyasına əlavən Osun şirkəti Çin və Hindistan ticarət inhisar hüququ yox idi. Bütün İngilis sahibləri üçün Hindistana yol açılmışdı. İndi Sipahilər üsyanına nəzər salaq. 1857 və 59-da baş verən bir üsyandır. Osun şirkətinin ordusuna xidmət etmək üçün yerli əhalidən toplanmış döyüşlər sipahilər adlanırdı. 1857-ci ildə Hindistanda İngilislərin müstəmləkə rejimi və zorakı xristianlaşdırma siyasətinə qarşı sipahilər üsyanı başladı. Donuz və irək yağı ilə seçilmiş, yəni düzəldilmiş yer patronlarının istifadəsindən imtina edən sipahilər üsyana bəhanə kimi bunu göstərdilər və üsyançılar Dehliyə daxil olaraq Böyük Moğol dövlətinin sonuncu hökmdarı olan 2-ci Bahadır şahı yeganə qanuna hökmdar və rəhbər seçərək ona sadiqlik andı istədilər. Qısa müddətdə üsyan Qanq vadisinin bir neçə vilayətinə qədər yayıldı. İngilislər tərəfindən imtiyaz və mülkləri anlamamış yerli hakimlər, yəni racələr üsyana qoşuldu. 1858-ci 2-ci Bahadır şahı həbs edərək İngilislər bir il sürgün etməsi ilə Böyük Moğol dövlətinə rəsmi şəkildə son qoyuldu və 1859-da sipahilər üsyanı yatırıldı. Sipahilərin məğlub olma səbəblərinə baxaq. Vahid rəhbərliyi və komandalığın olmaması, üsyançıların maraq müxtəlifliyi və nizamsızlığı idi. Bu da qeyd var, ona da baxaq. 19-cu əsrdə Şimali Azərbaycan və Hindistanda baş vermiş üsyanların səbəbləri isə oxşar cəhətdir, yəni müstəmləkə rejimi və xristianlaşma siyasətinə qarşı olmuşdur. Yəni nəticələri oxşardır. Sipahilər üsyanı yatırılsa da hərəkatın təsiri ilə Böyük Britaniya metropoliya hökuməti Hindistanın müstəmləkə rejimini yumşaltmaq və ölkə idarəçiliyini dəyişik etməyə məcbur oldu. Britaniya hökumətinin Hindistanın dərəcəsini yaxşılaşma haqqında qanunu isə bu akta uyğun verilmişdi. Osun şirkətinin siyasi və idarəçilik hüquqları ləğv edildi. Hindistan işləri ilə əlaqədar olaraq hökumətdə nazir vəzifəsi təsis olundu. Hindistan ali hakimiyyət general qubernatordan vitse-krala keçdi. Böyük Britaniya Hindistanın adlı müstəmləkə mülkü yaradıldı və idarəçi İngilis taxtına keçdi. Metropoliya nə idi? Öz müstəmləkələrini iqtisadi cəhətdən ondan asılı olan əraziləri istismar edən dövlət adlanırdı. 1876-cı ildə Böyük Britaniya imperatritsası Viktoriya Hindistan imperatritsası elan edildi. Asiya qitəsində ən böyük İngilis müstəmləkəsi olan Böyük Britaniya Hindistanın ərazisi müasir Hindistan, Pakistan, Bangladeş və Birma torpaqlarına əhatə edildi. Sağ tərəfdə xəritəyə baxsaz diqqətlə görəcəksiniz. Və 19-cu əsrin ikinci yarısında Böyük Britaniya Hindistanın iqtisadi vəziyyəti, Hindistan təbii sərvətini mənimsəyən müstəmləkələr onu Böyük Britaniyanın imperiyasının mirvarisi adlandırırdılar. 19-cu əsrin ikinci yarısında İngilis müstəmləkəçiliyi dövründə Hindistanda kapitalist müəssisələrin yaranmağa başlaması da buna nümunədir. Bu dövrdə İngilis sahibkarları Hindistanda əsasən aşağıdakı sahələrə kapital qoymasına diqqət yetirirdi. Dəmir yollarının çəkilməsinə, suvarma qurğularının tikilməsinə və pambıq və şəkər qamışı plantasiyalarının salınmasına. Sənayedə əvvəl toxuculuq və emal edici müəssisələr, sonra isə metal gözaltıları yaradılmışdı. 1884-cü ildə Bombeydə ilk milli kapitala məxsus toxuculuq fabriki yaradıldı. Metropoliyadan fərqli olaraq Hindistanda fəhlələrin vəziyyəti ağır idi. Fəhlələrin iş rejimi 16 saata çatırdı. 1890-cı ildə Hindistanda qəbul edilən ilk fəhlə qanunlarına görə uşaq və qadın əməyindən istifadə məhdudlaşdırıldı. Əsasən yeniyetmə uşaqların. Ümumi Hindistan Konqresinə nəzər salaq. 1885-də Hindistanda ziyalılar Ümumi Hindistan Milli Konqresi yaratdılar. Ümumi Hindistan Milli Konqresi İngilis hökumətinin razılığı ilə yaradılmışdı. Konqres təsisləri aşağıdakilara nail olmağa çalışırdı. Hind xalqının hüquqlarının artırılmasına, maraqlarının İngilis parlamentində təmsil edilməsinə. Lakin parçalı və hökmranlıq siyasəti yürüdən İngiltərə hökuməti Milli Konqresdə Hindli millətçilərinin müsəlman arası ziddiyyətdən istifadə edərək Hindistanda müstəmləkə rejiminə qarşı vahid cəbhə yaratmasına imkan vermədi. Böyük Britaniya Hindistanın 20-ci əsrin əvvəllərində ümumxalq narazılığa səbəb olan bəzi hadisələr var idi. Bunlar müstəmləkə zülmü və İngilis məmurluğunun öz başınalığı idi. Bu dövrdə əhalinin ən kütləvi mübarizə forması İngilis mallarını boykot etdi. Bu Hindistan tarixində İngilislərə qarşı birinci ümumxalq hərəkatı hesab olunurdu və bundan sonra biz keçəcəyik ki, başqa İngilis ağalığına qarşı yeni boykot yolları olacaq və bunu da biz gələcək dərslərimizdə geniş keçəcəyik. İndi sağ tərəfə baxaq, sağ tərəfdə xəritə verilib. Aşağı hissəyə baxsaq Britaniya Hindistanı var. Yəni bu hissəyə nəzər salsaq, bu hissədə biz görəcəyik ki, müsəlman əhalinin
daha çox yaşadığı görünür. Yəni bu gələcəkdə parçalanandan sonra Pakistan dövlətinin yaradacağı ərazidir. Daha sonra bu hissə də müsəlmanların təşkil etdiyi bir ərazidir. Burada əvvəl Pakistan ərazisi sayılacaq, daha sonra bu ərazidə Bangladeş dövləti yaranacaqdır. Və ümumi Britaniya Hindistanın ərazisi bayaq sadaqladığımız kimi Pakistan, Hindistan, Bangladeş kimi bir də Birma ərazisini əhatə eləyirdi. Və diqqətlə baxsaq görəcək ki, artıq zaman keçdikcə bu ərazilərdə İngilis hökumətinə qarşı müəyyən narazılıqlar baş verəcək və 19-cu əsrin sonlarına başlayan bu narazılıq 20-ci əsrin ortalarına qədər davam edəcək. Daha sonra bu ərazidə Hindistan və Pakistan adlı dövlət yaranacaq. Ümidvaram sizin üçün faydalı olar. Oldu. Çox sağ olun.